Salam əzizləyicilərim, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizə 12 voltdan necə 5 volt əldə edilir bunu göstərəcəm. Sadə izahla, sadə sxemlə sizə göstərəcəm. Bunun üçün bizə bir ədəd 7805 regulyator lazımdır. Bu tranzistor deyil, bu regulyatordur. Siz əgər 12 voltu və yaxud 24 voltu indi hər nə volt verirsinizsə onu 5 volta və yaxud 8 volta və yaxud 12 voltu 24 volta, 24 volta 12 volta çevirmək istəyirsinizsə 78 12. Yəni ki bu nə qədər güc girişi versəniz, yəni 12 voltdan aşağı yox. Yəni yuxarı. Yəni 78 12-də və 78 05 fərq eləmir. Yəni çıxışı həmişə girişdən yüksək olmalıdır. Yəni 12-dirsə 14 verməlisiniz. İndi baxır da, çünki siz orada məsələn girişə 5 volt verərsiniz, 12 volt çıxmağı gözləyirsinizsə heç vaxt o alınmayacaq. Yəni bu boosterdir. Bu yəni повышающий regulyatorlar gedir. Yəni alçaldıcı regulyatorlar gedir. Bunun üçün bizə bir ədəd belə tranzistor, əgər sizin belə deyək, elektronikada səs gücləndiricidə və yaxud böyük amperaj çəkimi oldusa, orada mütləq radiatordan istifadə etməlisiniz. Termal pasta, sonra radiator, belə əgər çox da qısa, fandan da istifadə edə bilərsiniz. Bir də bir şeyinizi nəzərinizə çatdırım. Əgər siz səs gücləndiricidə istifadə edirsinizsə, mütləq və mütləqdir ki, girişə 470 mikrofarad kondensator, yəni giriş gərginliyində eyni şəkildə və yaxud ondan yüksək olmalıdır. Yəni siz 12 voltluq kondensator qoyarsınız, ora 24 volt verərsiniz, o kondensator partlayacaq. Çıxışa, girişə 470 mikrofarad kondensator, çıxışa isə 270 mikrofarad kondensator qoymağınızı məsləhət görürəm. Çünki kondensator orada filtrləyir. Yəni orada düşən, indi osiloskopda göstərir, yaranan dalğanı sizə düz şəkildə, yəni çıxış gərginliyini sizə verir. Əvvəlcə videonu göstərim sizə necə, yəni sxemi necə düzəltmək olar onu göstərim. Ondan sonra isə asandır. Bəli, regulyatorumuz gördüyünüz kimi 7805-dir. Giriş pinləri, birinci pin bu inputdur. Yəni plusun bura gəlir girişi. İlk giriş plus bura gəlir. Gördüyünüz kimi daha yaxından göstəreyim. Plus 1 in bura gəlir. Bu isə massadır. Yəni bu ilə bu eyni şeydir. Siz istəyirsinizsə massanı buradan götürün və yaxud buradan götürün. Bu isə çıxışdır. Siz bura 12 volt verəndə, yəni buradan 12 volt massadan verəndə, yenə buradan 5 voltu əldə edəcəksiniz. Bu isə massadır, bildirdiyim kimi. Buradan istəyirsiniz götürün, buradan istəyirsiniz götürün. İstəyirsiniz 12 voltu buradan verin, 5 voltu buradan götürün. Bir ayağın plus, bu plusu. Öncədən bildirim ki, bu plus. Bu ikisi plusdur, bu isə şasedir, yəni massa, çendi. Yəni 12 voltu plusun buradan verin, 5 voltun plusun buradan götürün. Massasını da istəyirsinizsə buradan götürün. Yəni fərq eləmir. Mənim indi əlimdə belə bir 12 volt ceki var, yəni inputu. Burada mən səhv etmirəmsə ağ plusdur, bəli. Ağ plusdur. Göy isə minusdur, yəni şasedir, massadır. İndi mən bunu ağ plus, yəni birinci şaseyə gələcək şəkildə bunu buraya lehimləyirəm. Bunun üçün naqilimə lehim verirəm. Özellikle videoda bildirim ki şey düzeltmiştim, Yumiko'dan sipariş vermiştim. O da geldi, kırıldı. Yani rezervuar tarafı kırıldı. Yararsız oldu. İndi mən onu istifadə eləməkdən ötəri AliExpress'dən tutacaq zakaz vermişəm. Ki yaxşı istifadə üçün, əla istifadə üçün. Biraz kameranı qeyd edeyim, siz rahat görə biləsiniz. Bəli, indi 7805-imizin plusunu, yəni ağ naqilimizi buraya lehimləyirəm. Yəni girişə lehimləyirəm. Bunu sizə belə göstəreyim. Lehim qələmi ilə qalay verək, yəni ki bəli. İndi isə bunu buraya lehimləyirəm. Dedim ki özümdə dedim ki bəlkə o tripodu zakaz verərəm, işim güncəlləyər. O da sifariş verdim. Gələn kimi şey xarab oldu. Bu da mənim qazancım. Yine bildiğim kimi burada istəsəz plusun birini buradan verə bilərsiniz. Plusun yox, üzr istəyirəm, minus.
Hər nəysə, oradan verə bilmədik. Minusumuzu buradan veririk. Lehim qələmi çox qızır. Ağzı çox qızanda da lehim qələmini götürün. Bəli. Burada gördüyünüz kimi birinci giriş, yəni birinci pin giriş, bu bizim giriş plusumuz, yəni plus qütbü bura gəlir. Bu isə minusdur. Yəni bütün şase massa burada olur. Burada isə üçüncü çıxış plus çıxışıdır. Yəni siz verdiyiniz gərginliyin çıxışını buradan alırsınız. Mən sizə indi göstərim bunu. Bunun üçün 12 voltluq mən adapterdən istifadə edirəm. Adaptorumun taxıram və buraya daxil edirəm. Buraya daxil etdikdən sonra buraya daxil etdikdən sonra testerlə yoxlayacağım. Təəssüf ki, bizim testerimizin akkumulatoru ölüb, işləmədi. Deyək, yenidən 9 volt bir adapter. Təəssüf ki, testerin akkumulatoru ölüb, yəni işləmir. Yəni burada dövrə çox asandır. Fokuslasın. Birinci pin 12 voltdur. Orta ayağı bütün massadır. Sonuncu ayağı isə çıxışdır. Yəni çox asan. İstəyirsiniz, yəni dediyim kimi massanı buradan götürün. Bu ikisi plus qütbüdür. Bunları səhv salmayın. Buradan giriş, buradan çıxışdır. Yəni bu qədər. Bəli əzizləyicilərimiz, videomuz bu qədər. Yəni dövrəni sizə bir daha göstəreyim. Dövrə bu şəkildədir. 7805. Bir ədəd giriş və yaxud girişi siz belə ceklə istifadə eləməyin. Və yaxud istifadə eləyin. 7805 hardan tapa bilərsiniz? Köhnə DVD-lərdən, köhnə televizorlardan, turpqalı televizorlardan. Yəni üstündə olur. Ən çox da səs gücləndirici bölümdə çox olur. Yəni olanda 1 və 2 ədəd olur. Belə desəsəz, elektronika marketlərinə yaxınlaşıb 7805 regulyator desəz, indi sizə neçə voltluq lazımdırsa, deyirsiniz ki, məsələn 78 sizə 6 volt lazımdır, 7806 deyirsiniz. 24 lazımdır, 7824 deyirsiniz. Yəni fərqi yoxdur. Lap 3 də lazım olsa 7803 deyirsiniz. Yəni mənim testerimin akkumulatoru öldüyünə görə bunu sizə göstərə bilmədim. Yəni praktiki olaraq sizə izah elədim, ancaq tam göstərə bilmədim ki, 5 voltu verdi və yaxud vermədi. Videomuz bu qədər.